Ayda bağladık bunu da. Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı ve yadıyla Beyin Mühendisliğine Karşı Türkçe Kitaplar programının 439. bölümün başlıyoruz. Gedirik yavaş yavaş ki lisans dövrünü təkmil eləyək və Türk dilinin əski əlyazma kitabları oxumaqda bir lisans alaq. Ən azından. Məncə lisansıdan da çoxdur, amma hər halda. Bu günləri gedək görək ki, hangi kitab şansımıza çıxacaq. Fikirəm Leyli Məcnunu neçə gün bundan öncə oxuduq. Mənə o cür gəlir. Və niyə açılmır? Nə deməkdir? Bu taza bir şey gəldi. Bunu niyə belə elədi? Anlamıram. Allah Allah. Ha, burada Word var idi. Qabaqcan açılar da öz-özünə. Nədən indi? PDF açılmır. Həm də ki, şeydə açılardı, bu gedərdi. Hə, burada açıldı, tamam. Gedək görək bu Leyli Məcnun fikirdən oxumuşuq bir neçə gün bundan qabaq. Mənə belə gəlir ki, Leyli Məcnun baxım görüm neçə gün qabaq oxumuşuq. Mənim o cür zehnimdə var, amma bəzən zehni adamı görürsüz ki, qatır. Bəli. Ayın 6-sında oxumuşuq. Bu günlər ayın 14-düdür. Leyli Məcnunu hər halda o gün oxuduğumuz üçün və yadımdadır mənim. Kitabın bir 18 səhifə əvvəldən və axirdən şeydi. Çox da gözəl formatda idi. Tamam, bunu oxumuşuq. Bu qalsın. İndi o yerlər biraz dəyişdirdim. O qabaqçı serini yığdım, apardım bir yerə. Dilimizin qrameri. Bunları oxumuşduq. Bunları keçən dəfə əgər yadımızda olsa, keçən dəfələr oxumuşduq. Əmir Hidayətin və Məsnəvi Küşki dedikləri gördük ki, Məsnəvi deyil, Məsnəvi Küşki deyil əslində. Bunu keçənki cəlsədə oxuduq. Oldu Xeyriye mən Xeyriye yazdım bunu. Xeyriye Yusuf Nabi. Tamam, bunu oxuduq. Gedək bu gün Şəmail Mənzum adında bir kitabdır. Bunu açaq, kiçik neçə səhifədən ibarətdir. Ehtimalən bu kitabda yenə yarımçılıq download olubdur, unfortunately. Mütəəssifanə bunu Şəmail Mənzum deyə gələk burada axtaraq görək ki, Şəmail Mənzum. Bu kitabı əgər tapa bilsək, qələt yazmışıq. Görək bu kitab Şəmail Mənzum burada var. Burada da var imiş. Bunu da indirməmişik. Dairəsi varmış. Burada var imiş. O da deyil. Heç birisi inməyib. Bəs onda elə burada hangisi olsa bunu burada download eləyək təzəşdən. Onu da silək. Belə bir müşkilə rast gəlirik. Görürsünüz, bəzən kitabı çox download eləyəndə
Şəmail Mənzum harada idi? Bu açılmadığı üçün delete elədik, atdıq eşiyə və gedək əvvələ. O gələcək əvvələ, onu əvvəldə gəldi. Tamam. Kitabı gördük. Kitabı kiçildirik, səfiyyə yerləşsin. Elə burada Şəmail Türkü görürük ki, yazıblar üstünə. Ehtimalən bir təmridi yapışdırıblar. Kitabın cildi, gözəl bir cildi var imiş. Qızıl kimi renginə bunun dövrəsini bəzəmiş imişlər. Cildi gönnən imiş, amma zaman içində işlənibdir, biraz çürüyən kimi olubdur, rəngi də dəyişibdir. İçinə baxırıq, Şəmail Mənzum be Türki, xət və kağız, Moğol, qarni ehtimalən 11-hım Türkiyə. Belə bir şey görsənir, amma ola bilər də ki, bir ayrı bir şey olsun, oxuya bilməyəm. Burada üstdə bir şey yazılmışmış, bu birisi səhifədə onu siliblər. Kitab Astan-ı Quds Rəzəvi Kitabxanə-i Məlikdə imiş. 1331-də bu kitab səbt olubdu. Bunun da bir şeyləri silinibdi. Kitaba kamilən su gedib, su getdiyi üçün də kitab şey olubdu. Quruyəndə büzüşübdür kağız. İkinci kitabın əsli mətnini açırıq. Kiçik bir təzhibi var başında, çox kiçik və sadə. Ehtimalən burada kitabın adı olacaqdır. Əgər eləyə bilsək, onu biraz yekəsək görsək, burada kitabın adı olacaq ya Bismillahirrahmanirrahim olacaqdır ki, hər nə olsa silinibdir ya da siliblər. Burada olsaymış görürük indi onu. Səfəni kiçildək, kitabı görürük və kitabın özünə bir şeydə baxaq. Yəni görək ki, nələr var. Tevhid Cənab-ı Həzrət Bari Əzzə İsmuh. Birinci şeir Bismillahla başlayır, ondan sonra ikinci şeir belədir. Bir çarçıvə ciziblər, neçə xəttinə, içində deyəndə 1, 2, 3 dana çarçıvə bir-birinin içindədir. Və onların da birini rəhləyiblər. Sonra şeirin də ortasına, yəni iki misrənin də ortasına 4 xəttinə çarçıvə ciziblər. Kitabı səhvə vururuq. Aynı vəziyyətdə davam edir. Kitab aharı var imiş və aharın rəngi görsənir. Yəni su gəlibdir. Biraz indi orada elə bir şey yaşıllaşıb bəzi yerdə səhvələr. Əl yazı çox gözəl görsənir. Və bir şey ki görürəm burada, əvvəldən diqqət eləmədim buracan, qeyd edirəm əvvələ tərəf. Hər bir kəlmənin içindəki hərflərin səsin qoyub üstünə, yəni onları istandart edib ki, hər hansı zamanda bir türk hər nədən dolayı eləyə bilmirsə türkünü oxusun, səslərin, kəlmələrin bilməsə, rahatca o kəlmələri tapsın. Burada bir yerə yetişirik, neçinci səhifədə, PDF-də 9-cu kitabın özünün 34 səhifəsi var. PDF-də, yəni bu 2 qat olacaq. Çünki hər səhifədə PDF-də 2 səhifə qoyublar. Yəni 68 səhifəlik bir kitabla üzləşirik. 19-cu, yəni 18-ci səhifədə PDF-də bir dənə sütunu, orta sütun ki, misrələri bir-birindən ayırır. O cədvəli qırıblar və ortada bir düz yazı yazıblar. Sonki şeirə görə oxuyarıq, o nədir? Şeirlərin başlıqların qırmızı ilə yazıblar və çox da cəlib görsənir. Gözəl bir xətt ilə yazılıbdır. Həm başlıq, həm mətn. Çox gözəl bir xətt ilə yazılıbdır. Mən hələ feilən oxumamışam, görürüm ki, bu hangi dildədir və birinci dəfə bu kitabı görürəm. Kitabda sonuna gəldik, Kitabxanə-i Məlik deyə də Milli Məlik deyə bir dənə möhür də basıblar kitabın sonuna. Kitabın da zahirən önəmli bir kitab imiş. Cildi 3 tərəfli imiş, yəni çanta kimi, camtayı kimi ağzı varmış, gəlirmiş, bağlanırmış. Onu da burada görürük. Qeydaq kitabın əvvəlindən oxuyaq, görək ki, bu kitab nə deyir? Biraz yekəldək ki, gözümüz rahat görsün. Dedik ki, bunun başlığında ya kitabın adıdır,
ya da şeydir, yoxdur burada. İndi görsən bir. Əlbəttə kitaba dedik ad qoyublar, Şəmail Mənzum. Bunu yazıblar burada. Mən də adını yazdım burada. Ad Şəmail Mənzum 68 səhifə. Bismillah ilə eydəlüm fəth kəlam, fəth ola tabum əmmayi bənam, göstərir ayinəsi Bismillah'nın hilyeyi pakın avcə hüsnün o uvəchi hüsnün. İndi burada cəlibdir ki, səslərin qoyubdur, amma bu səsi mən birinci dəfə bu kəlməni ömrümdə beləsi görürəm, bilmirəm ki, nə məniyadır. Uvəcə hüsnün. Bunu indi görək. Bugün bir əl yazma kitabla tanış olmağa çalışıram ki Milli Məlik kitabxanasında Astan-ı Quds-i Rəzəvidə saxlanır. 68 səhifəsi var. Əgər beləsi görsək, düz yazsaq, bəli. Və şeir əsaslı əl yazmadır. Bu şiirin, bu kitabın dili Türkçe və Ərəb. Türk əlifbası ilə yazılmışdır. Bunun göstərir ayinəsi Bismillah'nın hilye-i pakın üvəçhi hüsnün. Görək bu nə mənadır? Göstərir ayinəsi Bismillah'nın. Bunun ikinci beyti belədir. Göstərir, ehtimalən qələt yazdım. Göstərir, okey, bunu biraz kiçik eləyək. İmla tərzi fərqlidir. Göstərir ayinəsi Bismillah'nın hilye-i pakın üvəçhi hüsnün kafına. Bu beytdə
Uvec sözünün anlamı nedir? Tamam. Buradan bu kitabın bu birisi elə bu indiki vaxtımız vardı. Buradan da bir əks salaq bu kitabdan ki, sonra bunu verərik. PDF və bunun üstündə araşdırma aparır. Elə indiki belə oldu ki, daha axir səhifəsindən də bir əks salaq. Tarixi də burada veribdir. Tarixi olmadın 1007 tarixi tamam. Tamam, bu kitabın tarixdə 1007-də yazılıbdır. Onu da burada elə təsadüfən diqqət eləməmişdim, gördük. Qeyddik kitabımızın əvvəlinə və şeirimizə. Görək ki, burada bizə nə dedi bu xəttə, bu kəlmənin haqqında. 2 dana deyir məni deyibdir, gör bunun hangisini sevirsən. Avcə sözünün anlamı. Bugün və klasik türkçə şeir beytində və əski əlyazmaların dil özəlliklərində avcə ya da uca, uca ya ucaq, avc kökündən gələn və ya boğun söz qalıblarında, bilmirəm nə deməkdir, genişlik, yüksəklik və ya saxlanc məkan anlamlarına bağlıdır. Klasik türkçədə və bu kimi hilyə yazılarda bu söz iki anlam baxımından yüzülür, yozulur. Yozulmaq, təfsiri eləmək, tövzih vermək. Yüksək, böyük və dərin. Avc, uca, avca. Sözü türk dillərində yüksək, uca və geniş anlamını verir. Avcə hüsnün dedikdə gözəlliyin uca və yüksək dərəcəsini, yəni gözəlliyin ən hafizəli və yüksək məqamını göstərir. Qucaq, bağır və pənah yeri. Başqa bir hasədə, ehtimalə bilmə, avc 3 dana vav yazıb bu şəhərdə. Kəlmənin özünün 2 dana vavı var idi. Bu indi burada 3 dana yazıbdır. Avuc, avuc, muşt, qucaq kökündən gələrək insanın qucağı və ya sevincli salxlanca anlamında gözəlliyin və paklığın qucağını və genişliyini təsvir edir. Hüllə-i pak övcə hüsnün, yəni pak və gözəllik qucağı, uca hüsnü cəmal. Bu əlyazmanın dili əski türkçənin klasik və özəlliklərini daşıdığı üçün övcə 2 vavla sözü burada uca, yüksək, geniş və hürmətli anlamlarında işlənmişdir. Yəni gözəlliyin uca, gözəl dəyəri. Burada bu qutarda deyir ki, ikinci verjin yazıb. Buna görək nədir? Hörmətli ustadım, bu gözəl əlyazma ilə məşğul olduğunuz üçün sizi təbrik edirəm. Aslan-ı Qudsi Rəzəvi kitabxanasında olan bu kimi türkcə verilmiş əlyazmalar bizim dil və ədəbiyyatımızın xəzinəsi sayılır. Bu beytidə işlədilən ovcə sözünə gəlincə. Bu sözün kökü və mənası haqqında klasik türkcə və Çağatayca mutunları nəzərə alaraq belə demək olar. Yəni burada istir desin ki, bunun dili Çağataydır. Bu o çox önəmlidir. Övcə ya da yazılışına görə uca bir dana vavına. Orada əvvəldə öv və c yazıbdır. Elə kitabda da yazılmışdı. 2 vavından. Burada amma bir vavından deyir ki, uca. Ucar sözünün bir forması. Mənası uca, yüksək, uca boylu və ya şərəfli mənasında işlənib. Beytidəki yeri hülyə-i pak övvəcə hüsnünün tərkibində bu söz hüsnün gözəllik sözünü niyyət ya da nit tavsif mənasında. Yəni nit sözü tavsif mənasında, tavsifi yazıb parantez arasında, yəni nit sözü türkcədir, tavsif onun ərəbcəsidir. Nit edir, yəni ücə hüsnün
ilə uca və yüksək gözəllik, üstün və ali cəmalı nəzərdə tutur. Qədim türkçədə övc, yüksək yer, kökündən törəyən bu söz hülliyə və tavsif mütünlərində məmulən məşuqun və ya mütəsəvvifanə bir haqda söz gedərkən onun cəmalın ucalığını və üstünlüyünü bəyan etmək üçün işlənib. Bugün tarixi diqqət buyurun, buna görə güldüm. Miladi 14 Julay 2026'dır. Hicri 9 Məhərrəm, bu günləri 28'idir. Yəni bir dənə bu tarixi düz deyə bilmir. Qala ki biz buna etimad eləyək. Bu kitabın başqa beytlərində tamam. Bunlar üçün mən bu birinci variantı çox sevdim ta o ikinci variant. İndi bunu gördük. Gedək kitabımızdan devam edək. Bismillah ilə edəlün fəthi kəlam, fəth olab ta bu məəmmayı bənam. Göstərir ayinəsi Bismillah'ın hilye-i pak uvəcə hüsnün. Bilməyən şövkət-i Bismillahi anlamaz sırrı kelamullahi. Olmasa Bismillah rəsmi məmdud cinsi əşyada olur midi vücud. Olmasa Bismillah rəsmi məmdud, burada xətt çox əcib yazılıbdır. Döktürlər xətti kimi bir-birindən hərflər bağlayıb bir-birinə. Məsələn, məmdud bir-birinə bağlanıbdır, amma o cür görsənir. Rəsmi məmdud cinsi əşyada olar mıydı vücud? Cins gələndə cins sözü fəlsəfədə işlənir, məntiqdə işlənir. Oradan gətiribdir. İndi bu daha buna geçmirəm. Morğvəş bal açamaz hasil söz. Morğvəş vəşi də ayrı yazılıbdır. Diqqət buyurun ki, morğvəş ayrı. Morğvəş bal açamaz hasil söz. Nim bismillah gibidir bismillah söz. Bağı vəhdətdə nəm lütfülə pər. Bağı vəhdətdə nəm lütfülə pür. Güyü ya bismillah bir sünbülüdür. Nəzər edən kişi bismillahə bənzər. Yox. Bənzədir ceyşi recalullahə. Nəzər edən kişi bismillahə bənzədir ceyşi recalullahə. Görə izzətlə süturi müshəf. Müshəf Quran deməkdir. Görə izzətlə süturi müshəf. Qərşu turur ana cuya saf. Barakallah zehi sirri lətif. Lətif yəni çox yumuşaq, nərm. İpək kimi ki lətifdir. İpək parça məsələn deyək. O çox bədənə də şey eləmir. Onu istir desin. Barakallah zehi sirri lətif. Buluruz anla şərəf nəzm-i şərif. İbtidasında olan basianın Bismillah'ın beyindir. Başları tacı durur asmanın. Sini, Bismillah'ın sini. Sinidir susen bağı melekut. Yemidir. Bismillah, ehtimalen burada indi mən mim oxuram. Bəli, mimidir xunçe-i şaxi cəbərud. O birisi səfiyyə getiririk. Ləfz-i Allahı açılmış güldür. Allah özü Bismillah deyəndə o Allah sözü. Ləfz-i Allah açılmış güldür. Yer i'rabi ana bülbüldür. Yer i'rabi ana bülbüldür. Sani'ün olduğuna lütfü əmim geniş. Cuşədir heyati Rahman Rahim. Cuşədir həyat içi heynəndi. Heyətlər mənzuru. Həyati
Həyat-ı Rəhman-Rəhim, Rəhman-Rəhimin heyəti, görüntüsü, varlığı, eyni halda heyət sözü fəlsəfədə və müsəlmanların yaratdığı fəlsəfədə və habelə Ərəstugilin, Yunanlıların yaratdığı fəlsəfədə çox dərin bir anlam var. Burada ona da işarə olur. Olduğu üçün tərfi haqq dəlil. Olduğu üçün tərfi haqq dəlil sərinə tac edər ani tənzil. Qur'anın tənzil Qur'andır. Onun başında Bismillah gəldikcə onun tacı hesab olur. Sərinə tac edər ani tənzil. Çəkdiyi üçün rəhi vəhdətdə ələm. Bismillah öz ələmdir, bayraqdır. Üstü yaninə olur lövhu qələm. Üstü yaninə olur lövhu qələm. Açdığı üçün dürri fəyyazı ana. Açdığı üçün dəri fəyyazı ana. Başı üstündədir eylər taha. Başı üstündə yer eylər taha. Qələt oxumuşdum. Fikr edərsən o hurufi məmdud. Fikr, məsələn, burada məmdud, o məmdudla ki orada yazılmışdı, fərqli yazılıb. Orada məmdudu bir-birinə yapışdırmışdı, burada ayrıqdır. Fikr edərsən o hurufi məmdud. İndi burada bəzi kəlmələri biz cığataydan gəldiyini görürük. Fikr edərsən o hurufi məmdud oldu sərhədd əqalim şühud. Sənəsin, sanasan, sanmaq, düşünmək, fikir eləmək, caman vurmaq, zənn eləmək. Sənəsin ruh ilə cism olmuşudur. Dəri hikmətdə tilism olmuşudur. Yolu kəsmişdir o şəmşir asa. Mavəra sinə varılmaz qət'a. Yolu kəsmişdir o şəmşir asa. Mavəra sinə varılmaz qət'a. Əql çabuk hərəkata ancaq. Əql çabuk hərəkata ancaq. Rüxsət ol sədddə dikən vermiş haqq. Rüxsət ol sədddə dikən vermiş haqq. Bu dikən ehtimalən bir səhi qamətə bənzər məsəla. Diyəməz kimsə dal açsın anla. Diyəməz kimsə dil açsın anla, anala. Əcəba bu türkcə la ilahə illallahı beləsi yazıbdır. Anala. Yəni əlif, kaf, əlif ehtimalən üstündə bir he var, ya da ki lam gəlib burada girdə düşüb bir-birinə bir şey olublar, la var. Angala, anala. Ənala da oxunmaq olar, əgər istəsək oxuyaq. Nazir olsan ki ana ayinə misal, görünür arız lütfi müteal. Şeir birinci şeir qutardı, ikinci şeiri getiririk. Tevhid-i Cenab, burada Bismillahın haqqında danışdı əslində ki Bismillah tozih verdi biraz. Tevhid-i Cenab Həzrət Bari Əzzə İsmu, Həzrət Haqqın haqqında istəyir bir şeir yazsın. Çox da uzundur. 4 səhifəlik bir şeirdən danışırıq. Çox uzun. Mən bunun əvvəlindən 5-6 beytini oxuyayım, sonra keçək o birinə. Həmd Allah'a, həmd ol Allah'a ki yektadır ol. Həmd ol Allah'a ki yektadır ol. Dəxi, dana və təvanadır ol. Ana məxsus و müsəlləmdür həm. Mu bə mu cümlə umuri aləm. Mütəsərrif odur əşyaya tamam. Nə xəvas əradə, hərgiz nə əvam. Kəmtər ehsani səadət taci. Kəmtər ehsani səadət taci. Tacdaran cahan muhtaci. Bir olur eyləyəcək ədli zuhur. Dəri lütfündə
Süleyman eyler Süleyman ile nur. Nütkü haliyle rumuzi eşya, Zülcelal olduğun eyler ima. Feyz en'ami gomez kimseyi at, ol müberra ana dünya muhtaç. Bu 9 qat 9 demişik ki, Türkçədə dalınan T bir-birinə çevrilir. Çevirəndə də dəstəli T ilə yazılmışlar qədimdə. Bu tamam dillərdə var ki, bəzi hərf dildə cümlənin sayağında çevrilə bilir bir ayrı hərfə. Bu dillərdə var və bizim də dilimizdə var. Bir neçə hərf bir-birinə, məsələn, K H-yə çevirə bilir, dal T-yə çevrilə bilir, B M-yə çevrilə bilir və beləsi vardır. Yəni bu dildir. Bu dildə beləsi bir şeylər olur. Bu 9 qat fələk bi təmsil, kibriyasinə görə şeyün qəlil. İqtiza eylər o vəhdaniyyət, واقعا کبر و جلال و عظمت، آن درک edemez idrak fuhul Hasan Heyne yazır. Huşlular deməkdir, aqillər deməkdir. İrəməz qüdrətinə fəhm u uqul, aqlin cəmidir. Keyf u kəməndə uzatəmə suxəni, keyf u kəməndə uzatma suxəni, hasili kəndü bülür kəndüsünü. Hasili xülasə. Hasil yəni o şey ki, ələ gəlir, xülasəsi. Hasili kəndi bülür kəndüsünü. Özü bilir, özü nədir? Burada kəndi sözü biz bilirik ki, bizdə, yəni Azərbaycanda kənd kiçik neçə dənə evin bir olduğuna deyilir. Və bu kəndi şəhrin əsli payası buradır. Ona görə də şəhərlərə kənd deyirlər. Kənd eyni halda Türkçədə, Cığatayda adamın özünə, şəxsə deyilir. Birinci şəxsə. Əlbəttə, hər şəxsə ki, biz iradə eləsək da ona. Kəndim, kəndisi. Yəni, feil kimi ola bilir. Sərf ola bilir. Kəndim, kəndisi, kəndiləri bu cüzü sərf eləyə bilirik. Gördüyünüz kimi belə davam edir. Bu gedək 4-cü səhifəsindən şeirin, yəni bir neçə sətri də oradan, beyti də oradan oxuyaq və gedək o birisi sətrə görək o nədir? Qudrətün vəsfinə taqətləri yox, neyləsünlər füqərayı məxluq, necə etsin bir alay mur səqim, necə etsin bir alay əlif ilə yazılır, A. Məmulən orduda bir dəstə, bir quruh, indi məsələn deyə bilirik ki, bir qurhan, məsələn, İranda qurhan deyilir, ona bir alay deyirlər. Ola bilər bir çox, ədədi çox olsun, az olsun, onunla işimiz yox, amma bir quruh. Necə etsin bir alay mur səqim, mülki, məliki, ərş əzimi, təzim. Deyir, yəni bir dənə adam, fərz edin ki, bir qarışqadır. Kəhkəşanların fələk deyirik. Fələkin Türkçədə fələk işlənir, ərəbcədə fələk işlənir. Kəhkəşanlar, kazmos, o şey ki, kazmos deyirlər ingiliscədə, biz ona fələk deyirik. Bu fələkin qarşısında biz bir qarışqa kimiyik. Əlbəttə, qarışqa çox yekədir, yəni fələkin qarşısında müqayisə edəndə insanla qarışqanı, fələkin qarşısında insan zərrə də deyil. Yəni o qədər. Xanə-i daninə rəsulun amma. Xanə daninə nə deməkdir daninə bilmirəm. Rəsulun amma iltica eyliyib ey bar xuda yenə lütfündən umar qufrani mürdən kəmtər olan xaqani.
Muridən kəmtər olan Xaqani. Yəni bu şeiri yazanın adı Xaqanidir. Şairin adı Xaqani. Umarım ki bu ada dəlil bir neçə dənə ayrı şeirlərdə tapaq. Üçüncü şeiri əslində keçirik. Nə'ti Həzrəti Sultanul Ənbiya aleyhissalatu subhanahu və teala. Haqqə minnət üşə zülhüsnün. Haqqə minnət üşə zülhüsnün. Yəni Peyğəmbər Ali nəsəbün. Üşə ehtimalən görək nə olacaqdır. Bunu gedək burada yenə biz yazaq görək ki, bu kəlmənin mənası nədir bizim üçün? Tamam. Bu beytdə üşə sözünün anlamı nədir? Görək beyti yazaq. Haqqə minnət üşə zül Hasanün. Yəni Peyğəmbər Ali nəsəbün. Görək ki, burada üşə nə deməkdir? Hörmətli ustadım, bu beytidəki üsə yazmışam, qələt yazmışam, bunu düzəltməliyəm. Üşə. Hörmətli ustadım, bu beytdəki üşə sözünə gəlincə, klasik türkcə və qədim əl yazmaların dil qaydalarına əsasən bu sözün mənası belədir. Üşə, uşə ya da uşa. İki cürə yazılıb ya deyilə bilir. Bu söz qədim türkcədə və klasik ədəbiyyatda ol, həman, o ya da eynən mənasındadır. İşənin bir işarə zəmiri ya təkid ədatıdır. İndi də iştə deyirlər. İştə, iş bu, eyni odur pəs. O sözə gəlir. Üşə, uşa, yəni o, həmin o, bu söz, bu iki mənada yəni. Bu söz beytidəki zülhüsnün gözəllik sahibi olan şəxsə bağlı təkid ifadə edir. Beytin mənası haqqə minnət olaraq üşə zülhüsnün, yəni Peyğəmbər Ali nəsəbün, yəni bunda alini qələt yazmışıq ehtimalən, bəli, onu da düzəldək. H ilə yazmışıq, aracın ki, eyni ilə yazaq. O da onu qələt tutubdur. Üşə zamirin dedi burada, mənası budur, mənası üşənin, mənası budur, o, eynən bu, həmin, bu mənada və zəmir ünvanındadır. Beytdəki vəzifəsi haqqə minnət üşə zülhüsnün deməklə ona vurğu edir ki, özəlliklə sahibi, yəni zülhüsnün eynən bu şəxsidir və ya bu həman kəsdir ki, tavsifi bu söz kəlama bir növ qətiyyət və yəqinlik qazandırır. Üş kökündən gələn bu söz ərəbcədəki zalikə ya da hava mənasına yaxındır. Əcəb, dilimizdə nələr var imiş bilməmişik. Lakin daha artıq vurğu ilə eyni o mənanı daşır. Burada üşə musavit nə ilə? Zalikə
Hada. Həmən bu, o. Əslində işarədir də, yəni üç, o. Hakkı Teala'ya minnet olsun ki o güzellik sahibi eynən budur və həmin kəsdir, yəni Ali nəsəbli peyğəmbərdir. Bu söz Çağatayca və əski Anadolu türkçesi yazılarında xas bir şəxsi və ya şeyi diqqət mərkəzinə çəkmək üçün çox gözəl bir ədəbi teknikdir. Əlyazmaların oxunuşunda bu növ vurğulayıcı sözlər mətnin ruhani və ədəbi stilini aşkar etməkdə çox önəmlidir. Tamam, bunu da öğrendik. İnşallah yadımızdan çıxmaz və istifadə edərik. Hakka minnet üşə zülhüsnün, yəni Peyğəmbər Ali nəsəbün eylədi məqdəm fərrux fali payi Ali Qureyşi Ali heybəti dəbdəbəyi kəus nəbi kəsdi erqi nəsəbi buləhəbi. Ey gönül aşık layıqil sən, ey gönül aşık layıqil sən, badeyi vəhdət ilə qan zil isən. Zil isən nə deməkdir? Badeyi vəhdət ilə, ey gönül aşık layıqil. Gedək, bu kəlmə çox gözəl şeirdir. Bunları yazaq qalsın elə bizə. Haradaydı bu? Bu beytdə nədir? Ey könül badeyi vəhdət qan zil isən. Badeyi vəhdət ilə qan zil isən. Qan zil isən nə deməkdir? İndi şeirimizin özünü yazaq. Ey könül, çox gözəl sözdür. Ey köngül, aşıqi layıqil isən. Burada axirdəki nun isən kaflandır. Köngül də kögül. Ey kögül aşıqı layıqil sən, badeyi vəhdət ilə qan zil isək. Hürmətli ustadım, bu beytidəki qanzıl isəng tərkibi klasik şeirdə və irfani mutumlarda çox dərin məna daşıyan bir ifadədir. Burada sözləri ayrı-ayrı təhlil edək. Qan eynən öz mənasında, yəni damarlarda axan qanı nəzərdə tutur. İrfani ədəbiyyatda qan ağlamaq və ya qan içmək aşıqın çəkdiyi dərdi və fədakarlığı simvolizə edər. Zel bir şeylə ehtimalen zol kimi olacaq, amma zel yazır. Elə ingiliscəsində zel yazır. Onun üçün əlbəttə zəl də oxuna bilər. Zel oxuna bilər, zəl oxuna bilər. İkisini yazıb burada. Tələffüzün, yəni latincə ilə yazıb ki, bəlli olsun. Bu kəlmə əski türkçədə və klasik mətnlərdə sel, axın mənasında işlənir. İmlada s və z hərfləri, sin və z hərflərinin bir-birinin yerinə istifadə olunması təğyir hərf klasik yazılarda adidir. Yəni zel həman seldir. İsəng. Bu kəlmə istək və ya mən burada nun qoymuşam ona ehtimalən. Nun yazsam iştibah yox, yazmamışam, amma bu yazıbdır. İsəng. Burada isəng və isək yazılır latincəsi. Bu kəlmə istək və ya edinək kökündən gəlir və burada et feili əmri ya da it mənasında, yəni bir şeyi tələb etmək və ya bir hala gəlmək məfhumundadır. Birlikdə mənası
Qan zelisen, qan sel içmək tərkibi. Qan kimi sellər iç ya da qan selini iç mənasına gəlir. Görək ki, burada nə deyəcəkdir? Gedək bura. Ey kögül aşık ilaya əqəl isəng, badeyi vəhdət ilə qan zil isək. Masəvallahi dilindən səlb et, vadiyi nəzmə bu uslub ilə get. Başla nəətinə nəbi hərəmün, başla nəətinə nəbiyyü hərəmün, məhrəmi həzrət olan mühtərəmün. Ol məhi çardəhi sümmə dəna, o məhi çardə sümmə dəna aftabi ufuqi av ədna. İnsana Quranda bir ayə var, deyir ki, heyvandan da əslikdir, ədna sözü orada gəlir. Bu deyir ki, aftabi ufuqi, yəni insanın aftabi ufuqi o ədnasıdır. İnsanların o həm o ədna, heyvandan əskik olan insanların aftabi ufuqidir. مست مدهوش می ناز جمال، شمع فانوس شبستان وصال، فاضل حوصله آموز فلک، فاضل حوصله آموز فلک، ناظم کامل معرفت اندوز ملک. فاصل حوصله آموز فلک، کامل معرفت اندوز ملک، رافع رایت دین و ایمان، ناظم سلسله امن و امان. قسمت نحن قسمنا بلا، قسمت نحن قسمنا بلا، ایلین ism Əbülqasım ilə anilən yazılıb. Da indi kafın üstündə 3 dənə nöqtə qoyubdur. Onu anilən oxuyacağıq. Yəni bunu qətlən nun oxuyacağıq. Anilən əslində istəsək bunu oxuyaq, akilən yazılıbdır. Amma 3 dənə nöqtə qoyub anilən. Anilən yəni xatıra gətirən, yadı elunan. Anilən ismi Əbülqasım ilə şah-ı kûneyn İmamül Hərəmeyn cədd sibteyn و nəbiyyü səqələyn başına geydi لأمرک tacın, لأمرک başına geydi لأمرک tacın, aldı mə'mureyi ilmün bacın, oldu bu qubbe-i pursit sada, oldu bu qubbe-i pursit sada, həşərədən məbhəs-i şər'i ərra ya qərra, şər'i qərra olacaqdır. Bu fikirdə çox işlənən bir sözdür. Həzrəti Rəsulun haqqında da 4 səfə nə'ti yazıbdır. Bunu da burada axirdən 4-5 sətrin oxuyaq, görək bəlkə inşallah burada da şairin bir adından üzləşərik. Həşrətək ola salavat ilə salam, güzər etdikcə şuhuru əyyam, با خصوص ol راه تحقیق رفیق ظل حق حضرت صدیق عتیق دخی ol محتشمان ازلی ömər حضرت عثمان علی هم içi نخل külli آزاده هم içi نخل kül آزاده içi پاکیزه نسب شاهزاده دائما مظهر احسان اوللر زینتی روزه رضوان اوللر چندو lütfiyle alimü allam eylüb necə dərdüyle selam edə ol taifeyi bala kemal غرقeyi gəlzəm envar cemal. Qutardı burada iftitahi kelam, iftitahi xülasəyi kelam, ibtidai awsaf Həzrəti Seyyidül Ənam əleyhissalatu vəssalam. Görək ki, burada nə deyəcəkdir? Əcəba özünün haqqında bir şey deyir ya yox? Əlbəttə gedəcəklər Həzrəti Rəsulun haqqında bir şey desin. Bura mühüm olacaq buradan bu üzə. Bu da əlbəttə 3 səhifəlik bir qəsidə, məsnəvi ya qəsidədir, bilmirəm. Səndə ey şah-ı səlatin əfkən, nə'ti dola ki ləyaqət varikən, necə tərif edəyin osafın, edəyin yəni mən edim. Necə tərif edəyin osafın, necə şərh eyləyəyin əltafın, səni haqq ayinəyi zat etdi.
Zat yektasine mir'at etti. Edemez ayet hüsnün tevil. Bu kadar fazli ile esra Mikail. Mikail İsraili sözlerden biridir Quranda gəlibdir. Mələklərin birinin adıdır. Busi la'l kündən irür ərşə şərəf. Həman la'lündəndir. Bu kafı mən nun oxuram amma əslində kafınandır. Busi la'lündən bu cür yazılanda, yəni bu kaflar işlərində nun yerinə bizdə də işlənir. Yəni xüsusən Azərbaycanda biraz aradan gedibdir. Çox az işlənir. Kətlərdə zətdə işlənir. Amma Türkəmənlərdə və Qəşqaylarda mən xəliciləri üçün tanış olmadığım üçün əsla bilirəm ki, Türkəmənlərdə bu və Qəşqaylarda çox ciddi işlənir. Və bu Cığatay dilindən gələndir. Türk dilinin bir parçasıdır. Yəni Cığatay deyəndə fikir eləməyək ki, bir başqa bir şeydir. Amma o ədəbi dil bizdə bu təsirləri var. Bu sila'lündən irər ərşə şərəf zira angidə buraq u rəfrəf zirer angidə anda yəni buraq u rəfrəf Enbiya aciz ikən mədhətünə, Awliya qasir ikən xidmətünə, mən nə xakəm ki bəsatündə mudam, eyləyəm nüqtə gəlib bəst kəlam. Muri mədh etdi Süleymani bənim, mur mədh etdi Süleymani bənim, şərm cürmümdən açılmaz dəhənim. Bəndə olmur qədər qüdrət yox. Bəndə olmur qədər qüdrət yox. Hasili mədhüngə taqət yox. Buğubari qədəmi al əba murdən xuddur əlhəq xurdudur. Murdən xurdudur əlhəq. Amma sən Süleyman'dən İsa əşfəqsən. Sən Süleyman'dən İsa əşfəqsən. Şübhə yox məzhər lütfi həqsən. Aləmi mərifətün ələmisən. Rusulun əkrəmisən, ərhəmisən. Şəb-i meyracdəki vəhdət üçün bir cəhət gördügün ol mətlə üçün. Bax mən nöqsanimə əhsan eylə, əfv-iğufranimi fərman eylə. Mütləqa qussə-i itlaq buyur. Mütləqa qussə-i itlaq buyur. İtlaq təlaq tapmaq azad olmaqdır, qurtarmaqdır. Bu da onu deyir. Mütləqa qussə-i itlaq buyur. Sülləha sülkinə ilhaq buyur. Sülləha sülhülə ya haləti sülhülə. Silkinə sənin kimi cinənlərə, sənin kimi olanlara. Sülləha silkinə ilhaq buyur, yapışdır. Hille-i ki müşkil ikən şərh-ü bəyan. Hille-i ki müşkil ikən şərh-ü bəyan. Eylədim ani beqədər imkan. Mütəvəssil olub ol sultanə. Başladım vəsfində güstaxanə. Burada bir şey yazıbdır. Rüviyə ən Əli raziyallahu teala anhu qala Rasulullah sallallahu aleyhi ve sellem men ra'a hilliyeti min ba'di fekənnəmə ra'ani və mən ra'aha şoqən ilə haramillahi aleyhin naru və ya'mənə min fitnetil qabri və la yəhşəru ariyen fi yevmil haşri vel gerari sadaka Rasulullah. Burada Hazreti Resulullah Hazreti Ali aleyhisselamdan bir hədis gətirir. O nəqli Hazreti Ali nəql edib peyğəmbərdən. Onu yazdı burada. İndi istir bunu şeirə çəksin. Bu hədis içrə budur qovl əhəm. Yəni Allah Teala ələm. Necə pakizə suxəndən sonra fəxri aləm dedi bəndi sonra.
Fəxri aləm dedi bəndən sonra hüllə-i pakimi kim görsə bənim, ola görmüş gibi vəci həsənim. Hər kəs mənim hüllə-i pakimi görmüş olsa, elə bil ki, mənim özümü görübdür. Gördükcə mütşəvq olasa, mütəşəvviq ehtimalən olsa, təşdidi yoxdur. Gördükcə mütəşəvq olsa, hasili hüsnümə aşık olsa, arzu etsə, arzu əlbəttə yox, üzrəm. Arzu etsə, yüzüm görməyi ol, qəlbinə nişə-i şoq etsə, hulul. Ateş دوزخ olur ana, anga, aga, ana yaz, ana, ona, kafına yazır aka. Ateş دوزخ olur aka haram, ana yani. Eylər ikram ilə firdevsə xaram. Fitneyi qəbridən ol mərd xuda, yevm میزانه də ki əmnü azad eda, azure əda. Üzrəm. Yevm میزانه də ki əmn üzrə əda, dəxi həşr etməyə üryan haqq. Dəxi həşr etməyə üryan ani haqq, üryan lüt. Ola qufraninə haqqın mülhaq. Ani her ziliyə eyləsə bir əhli səfər, zərər erməz ana dir peyğəmbər. Dir yəni diyər, buyurar. Bu rivayat kesirül berekat böyle nakl oldu Ali'den bizzat. Meş'ali gafili ehli yakin Hazreti Şeyh Cihan Sadreddin bir şeyhdir irfanda, ondan istir nakl ediyor. Meş'ali gafili ehli yakin Hazreti Şeyh Cihan Sadreddin dedi bu hülle-i âli cahi, kim ki yazıb nəzər etsə cahi. Bu hüllə, indi bunu yazaraq gördük ki, dəqiq mənası nə anlama gəlir, amma burada o iki işlədibdir. Bir dua haləti var zahirən ki, yanıncan götürmək anlamına gəlir. Yeriz boş dostlar. Mən o təsadüfdən sonra məcbur oldum köçəm Torontodan bir uzaq yerə. Orada gəldik bir yerə, tut ağacı əhmişik içinə. Bu illəri onların tutlarından yiyirik. Yeriz boş çox gözəl bir tamı təcrübə edirik. Və bu da onun əzinidir, əlbəttə əzin süd ilə qarışıq çox gözəl bir məzə verir. Yeriz boş. Bu rivayat kesirül berekat böyle nakl oldu Ali'den bizzat. Meş'ali gafili ehli yakin Hazreti Şeyh Cihan Sadreddin dedi bu hülle-i âli cahi, kim ki yazıb nəzər etsə cahi. Bildik ki, bir duadır, bir hüllə dediği bir qədim duaları yazırdılar, üç cuşə edirdilər, qoyurdular parçanın arasına, bağlırdılar, ya salırdılar boynlarına, ya bağlırdılar qollarına, ya paltarının bir yerinə şey edirdilər. Ehtimalən onun adı hüllədir. Çünki kim ki yazıb nəzər etsə cahi, edə hək cümlə bəlalərdən əmin. Pur bəla olsa əgər ruy zəmin, fucadən o su-i xatimdən. Fuca ehtimalən fəci halətlər, onu cəm bağlayıbdır şeirdə. Eyni burada silibdir. Fucadən o su-i xatimdən, ani hifz eyliyə zülfəzli minən, ehtimalən minən oxuram mən. Olduğu xanədə fəqr o qəm o bim, olmaya girməyə şeytan rəcim. Həcc و اعتاق ثوابun haran, ana ehsan edə dadar cahan. Aka. Gəndə burada qabaqçı bəzi yerlərdə anga yazılır, ana. Burada elə yazır ki, aka, yəni ana.
müptela olmaya emraz teni, ruhune dar olmaya burc bedeni. Qədəm ürüncə diyarı ədəmə, qədəm ürüncə diyarı ədəmə, olmaya ana anga aqa müsəllət zələmə, şerr dünya ve azabı üqba. Aqa yaklaşmaya, yaklaşmayadır icmala. Burada şeir qurtardı, bir ayrı şeirə getir. Görək ki, burada nə deyir? İftixari xulafai Abbas, yəni Harun üşə nöqteşinas. Üşəni orada oxuduq. Nə demək idi? O, həmin bu, həmin o, yəni o anlamda işlənən, yadımdan çıxartmışdım, yazıma baxdım. İftixari xulafai Abbas, yəni Harun üşə nöqteşinas, مگر آوازه عدل و دادی، باغ عدل etmiş iken Bağdadi، bir siyah puş fəqir irdi ana. Dedi bir töhfə gətirdim ki sana, saltanat tacı dəgər hər nəzəri, sələfün görmədilər o cühəri. Pəs təvazü ilə ol ustad süğən, çıqarıb güşəyi dəstarindən bir vərəq sundu əlinə bibak, kanda yazılmış idi hüllə-i pak. Nəzər etdikcə ağa şad oldu, qeydi əndişədən azad oldu. Görürsünüz ki, əndişə burada birinci dəfə, Türkçədə mən bu ikinci dəfədə əlbəttə bu kitablarda çox oxuyuram. Əndişə elə o mənada işlənir ki, Türkiyədə işlənir bu günləri. Yəni Osmanlıda işlənirmiş. Əndişə, düşüncə, narahatlıq. Ehtimalən ən dişdən söz gəlmiş, düzəlmiş olsun, amma mən kökün bilmirəm dostlar, dilsi dostlarımızın. Güya malik olub dünyaya, irdir bir paye bi həmtaya, şul qədər etdi o dərvişə əta, kim ani etməmişidi xulafa. Bəzl edib kisələr ilə cühəri, verdi xərvar ilə həm sim و zəri, arqasından çıxarıb oldana, hər cöhəri çarqəbən verdi ana. Çıxarıbən ehtimalən. Çarqəbin yazıb. Çarqəb bəlkə də bir addır. Yəni, bəlkə o əba kimi bir şeyin adıdır, bilmirəm. Arqasından çıxarıb oldana, cöhəri çarqəbin verdi ana aqa. Ol gecə vaqiədə gördü Rəsul, ta sərapərdəsinə etdi nüzul. Dedi ben lütf ilə kim ya Harun. Dedi bin lütf ilə kim ya Harun. Min lütf ilə dedi ey Harun. Dedi big yazıbdı. Big, bu çünki big xuqqarına deyilir. Ehtimalən buradan götürülübdür. Min anlamındadır. Dedi bin həman. Bin lütf ilə kim ya Harun. Çünki hilyəyəm görüb oldun məmnun. Baqa təzim edib iclal etdin. Baqa bənə. Baqa təzim edib iclal etdin. Kəndüqi layiq iqbal etdin. O fəqir oldu əta kiləqəli, əta ülləqəli. İndi burada ki yazıbdır. Nun oxunacaqdır. O fəqir oldu əta nilə kilə. Əta kiləqəni. Bəndə məsrur edəyin indi səni. Bəndə məsrur edəyin indi səni. Rəbbi İzzət bakə fərman etdi bana. Burada bakə bana. Rəbbi İzzət bakə fərman etdi. Müjdələr eylədi, ehsan etdi. Dediyim hülləyi ki şad olsa görüb. Dediyim hülləyi ki şad olsa görüb. Hər zaman hər can eyləsə ani götürüb.
Ahirül'emr olacak ruzi qiyam, cisminə narə cəhim olə haram. Ol kişi çəkməyə bil cümlə əzab, nə bu dünyada nə üqbada iqab. Layiqi dövlət didarım olə, dəxi şayiste envarım olə. İrtibat edəli cevher ilə ərəz, qıssədən hissə dürrül qüssəti غرض. Sabıqa etmez imiş ehli xirad, hilye-i paç ildən sayili rəd. Hilye-i paç eylədən sayili rəd. Dəhi ankülə şəfaət tələbi. Anunlə, yəni anunlə, ankülə. Olasan işlənir indi bizim də Türkiye'de bazı yerlerde bu işe bermurad olasın. Bermurad olmağa bir alet imiş, murisi devlet imiş, rafat imiş. Aka ikbal eder ikbal ehli. Ana ikbal eder ikbal ehli. Galiden hale gelir ca hal ehli. Marifet qədrini irfan aklar anlar. Marifet qədrini irfan anlar, hikmət nəzmi Luqman anlar. Burada bu şeirdə də təəssüflə yazarın adını görmədik. Fihrisnameyi Nami Nəbi Təhami. Burada bir Həzrəti Rəsulun haqqında bir uzun bir şey yazır. Sonra da hüllənin özünü yazacaqdır. Görək nə mənədir. Vasil olunca əsəhhi xəbərə, vördüm oldu kötübü mü'təbərə. Hər rivayət ki siganun ola ol, sələf etmiş ola ani məqbul. Əxz و təsdir edib etdim ixrac, ola ta illət üsyanə ilac. Baisi məğfirət həzrət ola, səbəbi payi əmniyyət ola. Bunu ey cümləyi məxluqə muta, eylər bən vasitəyi istişfa. Umarın edə bəni əhli cinan. Yümn avsaf nəbiyyül ədnan. Həm nəcatimə bərat ola bənim, səyyiatım həsənat ola bənim. Dəxi həşrə ol Rəbbi ғəni, anı dünyada görənlərlə bəni. Ta ki bu qəl'i nöh barudə, borcu baru, nöh baru. Ta ki bu qəl'i nöh barudə, zillə əddinə olam asudə. Haza hülliyyət-i şerifi kanə Resulullah sallallahu aleyhi ve sellem azhar-ı lon. İttifak etti bu mənada həm. İttifak etti bu mənada a'am. Azhar-ı lon idi fəxri aləm. Şeir buradan başlanır aslında. İttifak etti bu mənada a'am. Azhar-ı lon idi fəxri aləm. Yüzünün xalis idi ağiqəti. Ruxləri saf idi, safi sifəti. Rənc ruyi gül ilə yekdil idi. Gül kimi qırmızıya mail idi. Qaplamışdı yüzünü nur-i sürur. Qaplama və qaplamaq. Qaplamaq yəni örtmək. Qapmaq da var əlbəttə. Qapmaq. O da yenə də birin alindən almaq. Əslində demək, keçirtmək də ələ. Bu anlamda da işlənsə yenə də odur. Qaplamışdı yüzünü nur-i sürur. Üzünü ələ keçirtmişdi nur-i sürur. Qaplamışdı yüzünü nur-i sürur. Sure-i nur idi. Ya mətlə-i nur. Məshəf-i hüsn idi. Ol vəç-i cəmil. Xətt-i ruxsarəsi nəzz-i tənzil. Gün yüzündən utanıb ab-ı həyat. Gün yüzündən utanıb ab-ı həyat. Məskənin etdi vərای züləmat. Vəç-i bərri ağanın əshab-ı səfa. Vəç-i bərri ağanın əshab-ı səfa. Hümrəti həsən eynən.
Hümreti galib idi deyir hatta. Bu biraz belası, anlamadım bunu. Hümreti galib ididir hatta, diğer hatta. Kökde olmuştu o ruyi rəngin. Gündə ehtimal olacaqdı. Gündə, gükdə. Gükdə olmuşdur o ruy rəngin. Şəm-i cəm-i hərəm-i ildiyin. Oka vermişdi kemal zinət. Qayib zəhrə güşای fitrət. Katibi zəhrə güşay fitrət. Zəhrə açıqlığa gətirmək. Açıqlıq. Ərəq alud olacaq ol sultan. Gülli pürjaliyə bənzərdi həman. Külli gül həman, amma külli təşdidi var. Külli pürjaliyə bənzərdi həman. Həm demişlər dürür əşrafül haqq. Arız paçi ərəfnavk olacaq. Hazreti Muhammed sallallahu aleyhi və səlləmi devam edir burada neçə dana. Mən bu şeirin axirindən bir 4-5 sətir oxuyayım, görək ki, şairin də adını bəlkə tapdıq, rast gəldi. Qərq xun etmiş idi nafə misal. Xutən ahulərin ol çəşmi qəzal. Gözünün ağı bəyaz idi qəti. Qabili vəsv dəcüldü sifəti. Hem siyahi idi gayette şedid, bir idi ağa qərib ilə bəid. Ağa dedikdə, bu kitabda təkrar eləməyəcəm də, ağa ana mənisində, yəni ona. Vası o xub o latif idi gözü. Nur محض idi səadətli yüzü. Qüvvət basiri Mustafəvi, gecə gündüz gibi olurdu qavi. Ol içi dideyi bir sürme siyah. Daim olmuşdu nəzərgahı ilah. Devam edir. Əlbəttə burada qutardı şeir. Bir şey görmürük. O birisi və izə iltefətə məən. Nə deməkdir? Bu rivayətdir ehtimalən. Bunu görək nə deyəcəkdir. Həm rivayətdir o tavus cinan. Qılsa bir canibə cahi nigeran. Nigeran burada baxmaq. Bir tərəfə dönüb baxmağa. Nigeran. Qılsa bir canibə cahi nigeran, hərdən bir baxsa, mütəvəccih olub əzası ilə, cismi paçı ilə düzələrdi bilə, sərinə tabi edərdi cəsədi. Sərinə tabi edərdi cəsədi. Hangi tərəfə dönsəydi, bədəni də çevirərdi o tərəfə. Sərinə tabi edərdi cəsədi. Bunu tərk etməmişdi əbədi. Dönüb ətrafinə gəldikcə nəzər, səzdə eylərdi cəmadat-u şəcər. Tamam, devam edir. Gedək o birisi, görək o birisi. Mən də ad görmürəm, ona görə. Əlbəttə, bunu elə oxuyaq da, yəni bir neçə sətr qaldıq, beyt qaldıq, qurtarsın. Dönüb ətrafinə qıldıqca nəzər, səzdə eylərdi cəmadat-u şəcər. Nəriyə dönsə o qəddü çalaq. Hasili beylə dönərdi əflak. Ümmətə böylə əməl sünnət imiş. Bu hərirə ilə ins Ənəs böylə demiş. Əbu Hərirə ilə Əbu Ənəs belə demişlər. Bu hərirə ilə Ənəs böyle demiş. Şişirtmişmişlər. Belə bir şey olmaz. Yəni Həzrət Muhammed hangi tərəfə dönsə, dünya da o tərəfə dönər. Belə bir şey yoxdur. Çünki ənə bəşərun mislikum. Dönəcək böyle dönən əhli hünər. Sünnət-i Əhmədi icra eylər. Əlbəttə orada mən onu dedim, amma o anlam mənəvi bir anlamdır. Həzrət Məhəmməd deyir ki, dünyanın mərkəzidir. Dünya da ona görə yazılıbdır və ondan özünə hüviyyət kimlik alıbdır. Onun üçün Həzrət Məhəmməd hər yerə dönsə, dünya ona tərəf. Yəni dünya, nə cür deyim? Həzrət Məhəmməd kainatın Kəbəsidir. Bu anlamı deyir. Dönəcək böylə dönən əhli hünər. Sünnət-i Əhmədi icra eylər.
حب و معنای بلور اهل قبول hikmet آمیز idi اوضاع رسول başını döndüri gitmek ekser başını döndürü gitmek ekser واقعا ademi bir hürmet eder. İndi burada əbcəd diye bir kəlmə yazıbdır. Görək ki, bu nə deməkdir? Həm cismidir Rəsul-i Əkrəm, yaraşır ruhi mücəssəmdir əbsəm, cismi zibasına vermişdir rəvac, xəl'əti tac و qəbay mi'rac Ənbiya xeylinə sultan idil ol, əzəmül qədr idi zişən idil ol, əkməlül xəlq idi ol, خوب خصال زلجلال etmiş idi feyz cemal olali təhnəti nübüvvətdə muqim təxt olacaqdı. Olalı təxt-i nübüvvətdə muqim cilvəgahi idi anung ərş-i əzim sahibi hüsnü bəha idi rəsul hasili eyni vəfa idi rəsul gəlməmişdir bulur əşyanı gəlməmişdir bulur əşyanı yaradilməşdə anun əqrani yaradılmışdə anun əqrani. Tamam, beləsi devam edir. Şeirin son səhifəsindən 4 beyti oxuyaq. Gərək şalə girəcək ayinə vəş. Gərək şalə girəcək ayinə vəş. Buluta girdi sanurlardi günəş. Gərək şalə girəcək ayinə vəş. Buluta girdi sanurlardi günəş. Keçib ol qaşları ya mehrabə. Keçib ol qaşları ya mehrabə. Lütf ilə derlər idi əshabə. Sözləri lütf ilə idi. Lütf ilə dərlər idi əshabə, deyərlər, deməkləri, sözləri. Aleykümselam və rəhmətullah. Keçib ol qaşları ya mehrabə, lütf ilə derlər idi əshabə. Mən quləm, qulların əsbabı budur. Ben quləm, qulların əsbabı budur. Həm ubudiyyətin adabı budur. Bu təfasili mübərhən mərqum sabit etmişdürür Əhyai Ulum. Bu kitabın adı Əhyai Ulumdur. Ona işarə edir ki, buradan gəlibdir. Bir ayrı şeirə getiririk. Mən çalışıram ki, bu kitabın illəti budur ki, çox oxuyuram. Çünki görüm şairin adı bir yerdə yenə də təkrar olar ya yox. Çünki əvvəl fəqət şeirdə ya ikinci şeirdə şairin adını gördük Xaqani deyə. İndi bir dənə başlıq yazıbdır. Əşkəl ya əşkəd deyə. Görək ki, o əbcəd demişdi, onu oxuduq. Burada əşkəd deyə nə deyir? Ehtimalən əbcədi oxumadıq. Ehtimalən bilmirəm, hər beytin əvvəlində bir şey olacaqdı, axirində bir şey olacaqdı. Məst eşq olmağın ol çeşmi xumar. Məst eşq olmağın ol çeşmi xumar. Hümrətə mail idi bir miqdar. Həmr qırmızı deməkdir ərəbcədə. Hümrətə mail idi bir miqdar. Sinə çak idi Rəsulun hər an. Ol içi qanlı gözünə furqan. Eyni əlasını cah bicah. Qeyrə baqdurməz idi Eynullah. Devam edir. Bunun gedək axirdən bir 4 beytində oxuyaq. Görək ki, dil şikar olsa nə var çeşmi Rəsul. Dil şikar olsa nə var çeşmi Rəsul. Köhlü mazağa ilə məchul idi ol. Görməmişdi
rəsəd anınız qədər. Anın qədər. Görməmişdi rəsəd anınız qədər, gözləri gibi xudayı gözlər. Müttəsil ol iki çeşmi şəhbaz, sahəti ərşə edərdi pərvaz. Masivəllahə nəzər qılmadı həm, heç eynində dəcildi aləm. O birisi şeiri də bu biraz kiçikdir, ehtimalən qəzələ tay bir şeirdir. Amma yəni əşfar ya əşfar, əhdəbul əşfar ya əşkar. Üqəba titrə o seyf sargə, yəni fərzəndi müyəqib dedi kim? Tir mujganı siyahiydi anun, tarici susi gibi huranun. Həzrəti Rəsulu burada tavsif edir bir ayrı adamın sözü ilə. Dedi o safin edən muy be muy, çeşmi ahusun özün kirpiçlü. İndi əslində bunu deyim ki, əgər biz bu kitabı versək AI-ya və bu kitabın üzrünü desək Həzrət Muhammədin nəqqaşisini çək ya mücəssəməsini düzət. Bu kitab iddia edir ki, müxtəlif adamlardan kitabda Həzrət Muhammədin üzü, cəmalı nə cürdür, bədəni nə cürdür, onu toplayıbdır. Əgər biz bu kitabı versək və desək ki, bunların əsasında Həzrət Muhammədi bizə nəqqaşi elə, ehtimalən Həzrət Muhamməddən bir dənə Həzrət Muhammədə daha yaxın bir nəqqaşi əldə edərik. Yəni Həzrət Muhamməddən çoxlu nəqqaşilər var. Amma bunlar eşitdikləri üzrə ya bəzi bir kitabdan, iki kitabdan alıblar. Bəli, burada deyir ki, mən tamam kitablarda yazılanları toplamışam, onun üçün də bunu görürük. Dedi o safin edən muy be muy, çeşmi ahusun özün kirpiçlü, meyli kühəl etməsə də ni təklif. Əkhəlül eynidir ol zat-ı şərif, köhlü qudrətlə mükəhəl idi ol. Sürməli idi gözü, istədiyi şeylə anadan dolmaq gözləri hər xüsusilə mükəmməl idi ol. İndi burada bir əbləh deyə şeirin adına getirir. Dedik, əşqar kəlmələr çox əcibdir, bilmirəm. Əbləc, üstüzəm, əbləc. Dəxi Malik ilə Əbu Halə dedi. Bir dənə Malik var, bir dənə də Əbu Halə. Bunlar ikisi Həzrət Peyğəmbər haqqında bir şeylər. Mahino kimi açıq qaşı idi. Qaşları mahino kimi idi. Mahino ayın birinci, ikinci, üçüncü günlərinə diqqət edəsiniz. O taza ay çıxır belə. Gözəl, onu. Tab didar Xuday ilə Rəsul pur hilal olduğuna dalidi ol, mülkəti hüsnü o tiği əbru, silli seyfi ilə açmışdı qəmu. Devam edir və gedək bunun cenab bir axirindən, əlbəttə çox da uzun deyilmiş, elə oxumağa ehtiyac var. 4 beytin axırdan oxuyaq. Tağ əbrusi ilə ol mələkün, taqəti taqəti çərxi fələkün, iki əbrulərinin arəsi həm sim xalis gibi idi hərdəm. Saf bərraq و ziya cüstər idi, yəni xalis cümşə bənzər idi. Qaşları arasını etmişdi xuda, üç avçi, üç əlbəttə oxunur, avçi əflac şəriətdə şəha. Devam edir, mən bunlarda görmürəm, istəmirəm də ki, dahi çox gözəl şeirlərdir əlbəttə ki, tiğ-i tevhididir əbruy Rəsul. Həzrət Rəsulun haqqında olan şeyləri toplayıbdır. Mən indi burada bir ayrı şeir başlayır. Məh-i cəbini ilə ol bini şərif, xub həmvaridi mevzun lətif, hacibindən nə qərib olduğu,
Hacbinə qərib oldu hacib. Qərib olduğu bir yer. Bir səhl yüksək idi. Bir səhl yüksək ididir Cabir. Cabir deyibdi ki, burası biraz ucaymış. Mən beləsi düşündüm. Bəlkə də qələt düşünmüşəm. Axirdən bunun 3 beytini oxuyaq. Sidrədən ayrılacaq ruhu əmin. Gül gibi quseyni alurdi həmin. Güya ənəfi Həbibür Rəhman. Qunçeyi vərd sefid eydə həman. Daim eylərdi o dövlətli məşam. Qurb haqq rayəhəsin istişmam. Yenə burada yazarın adını görmədik. O birisi şeirə baxıram, bir şey görmürəm adından. İza tekelleme ra'a kennuri yəxrucu min sənaya. O zaman ki danışırdı, elə nəzərə gəlir ki, dişlərindən nur çıxır eşiyə. O qədər təmiz idi yəni. Bu şeirin də axirindən 2 beytin fəqət oxuram. Lə'li can bəxşi olunca köy güya. Lə'li can bəxşi olunca güya əmrə nurdi libənə ab bəqa. Əmrə nur idi ləbinə ab bəqa. Məgər olmuş idi ol lə'li mumtaz hüqqe-i lü'lü-i sənduqe-i raz. Yine burada yazarın adını görmədik. İza, yine burada Həzrət Rəsul haqqında. Bunlar hamısı Həzrət Rəsul haqqındadır. Ona görə özünün adını demir əsla. Çünki Həzrət Rəsulun qabağında kim var ki özünə cəsarət versin və desin ki mən varam. Bir dənə şeiri var. Mudəvvərül vəc. Üzü daireymiş girdə. Həzrət Rəsulun. Onun haqqında bir şeiri vardı. Ləysə bi məthəm və məksələm. Bilmirəm necə oxunar. Bu ərəbcə oxuya bilmirəm. Bu şeirin də axirinə mən diqqət edirəm. Yazarı görmürəm. O birisi şeir və fi hədisin Əbi Halə rəziyullah ənhü tilə la vəchə la vəchəhu mələ'ulə əl-qəməru leylətül bədr. Yenə də burada axirinə baxıram. Bir 4 beytə görürüm ki bir şey vardı, yoxdur. Vasi'l cəbn. Əlbəttə bu sonki şeymiş, şeirimiş, onu baxdım. İndi buna da baxım. Qaldı. Rəhlə şər. Başının, Həzrət Rəsulun başının tükünü, saçları haqqında danışır. Kəssül-ləhiyyə. Kəssül-ləhiyyə yəni bilmirəm. Görürsünüz ki bu şeirlərin hamısı Həzrət Rəsulun haqqındadır. Onun üçün də bu adam özünü deyə bilmir, demək də istəmir. Çünki dedim Həzrət Rəsulun qarşısında özünə bir şəxsiyyət qail deyil. Burada biraz uzun bir şeirlə qarşılaşır. 3 səhifəlik, amma yenə də burada baxıram, yoxdur adı. Zahmül izam. Kəmikləri yekə. Ehtimalən bu mənaya gəlir. Bir ayrı şeirə gedirik. Raviyani xəbəri peyğəmbər bu mənayı bəyan eylədilər. Cümlə əzai şərifi nəbəvi biri-birindən idi tündü qəvi. Uzun bir şeirdir. Sonra bunun 3 son beytinə baxıram. Görün burada bir şey yoxdur. Rahbil kəffeyni vəl qədəmeyn. Ayaqları, əllərin və ayaqlarının haqqında bir şeirdir. Tövsif dediyim kimi bu bizə bir imkan yaradır ki Həzrət Rəsulu təsəvvür eləyə bilək. Və ən yaxşısı indi budur ki, bu əgər adam eləyə bilər. Yəni mənim hövsələm olsa, bu kitabı verirəm bir AI-ya, deyərəm ki, bunun əsasında Həzrət Məhəmməddən mənə bir nəqqaşi çək. Və məcmui hədislər, adamlar ki, Həzrət Məhəmmədi yaxından görüblər, ziyarət eləyiblər, yaşayıblar Həzrət Məhəmməddən, onların dediklərinin üzərinə
Həzrət Məhəmməddən bir gözəl bir şəkil çıxartmaq olar. Əlbəttə hamısına ən yaxşısı xanımlarıdır, amma mən burada diqqət eləmədim. Görüm xanımları Həzrətidən bir şey deyiblər ya yox. Mən bu cür baxa-baxa gedirəm ki, görüm əcəba bu şairimizdən daha bir ad tapa bilər miyim ya yox? Burada bir şeirin adı yazılmayıbdır. Cəlibdir ki, bu da Leyse bit-tavili el-bamini bela kesir tereddüd. İhtimalen baş tapmadım. Uzunluğuna göre danışır ya neye göre danışır? Hala beləsi baxıram şeirlərə ki, şeirlərin özəlliklə 4 ya 3 son beytinə baxıram ki, əcəba bunlarda bir ad görə bilsəm, o adı bizim şairimizin daxı burada bir xəlil görürəm ki, bu nədir? Olacaq mehri cemali tale, qurbu bödü olmazdı hetmani, şöylət zi şə'nidi ol qədr celil ya قدر جلیل احتمالا یا قدر جلیل افتخار eylerdi ruh halil yok özüymüş. Bu bir vücudi için murtadidir Xuda murad ede Xuda bir vücudi için murad ede Xuda zahira cümleden olur a'la. O birisi şeirin son 3 beytine baxıram ki, acaba burada bir şairimizin adam çox zəki bir insan imiş bu kitabı yazan. Neçə kitabdan bunları, neçə tane bəlkə deyir ki, mənə ki öncədən kitab var imiş, onların hamısı. Aha, elə bir burada adın deyibdi. Tamam. Qale Resulullah sallallahu aleyhi ve sellem ənə əşbəhün nasi şimdi bi Adem aleyhisselam ve kane Ebi İbrahim aleyhisselamı əşbəhün nasi bi xulqən və xalqən. Kitabın sonunda ben dedim bu şeydi Hazreti Adem deyir ki, mən Hazreti Adəm hamıdan çox Hazreti Adəmə bənzirəm. Hazreti İbrahim də mənim dədəm olaraq əxlaqıma və davranışıma o bənzirmiş. Bunu da görürük. Yəni o da bot sındıranıymış, bu da bot sındıranıymış. Oradan görürük. Kitabı xatimə-i kitab burası önəmlidir. Bunu oxuyaq görək ki, bu kitabda xatimədir. Ey şəfa saz bəlayı afat. Ey şəfa saz bəlayı afat. Məlcəi cümləyi əsati ərəsat. Üsati ərəsat. Xaç der cahüngə erərlər bişək. Mahidən mahiyə dək. Milkü melek sayi pürkülahüngde muluk sayi pürri külahüngde muluk oldular her biri abdi memluk medhatünde yani medhatünde senin ey galzem nur ne kadar ettim ise cürmü kusur affedip kalbimi ahya eyle bana lütfeyle tecelli eyle kabil şerhtecül nuksanım kalme aksüklüğüme sultanım kalme aksüklüğüme yani ben eksik olduğuma dikkat eləmə təmərküz eləmə kalme aksüklüğüme sultanım bizde yok medhatüne nokte mecal. Bizde yok medhatüne nokte mecal. Vesfünün Allah bilir bil ikmal. Hasili eyşeh iklime vefa. Sagaca tümde senacat ihtimalen bu kelimedə. Sana canımda üzr istəyirəm, qələt oxumuşam. Sana canımda fəda bəndə. Fəda, sənə canım da fəda, ben de fəda. Burada canım ruh anlamındadır. Vəsfinin olmayacak payani.
üzre-i hacetimi qalur xaqani. Kimsənə məqsud ilahiyə görə, kimsə məqsud ilahiyə görə mətunət etməz o vala cöhərə. Kimsə məqsud ilahiyə görə mətunət etməz o vala cöhərə. Qərəzim bu ki onun izzətinə hülliyəsin nəzm edəyənin zəllətinə baxmayıb türkicə türki gibi. Baxmayıb türkicə tir gibi. Çəkməyib namini şəmşir gibi. Çox gözəl şeir. Qərəzim bu ki anın izzətinə, hülləsin nəzm edənin zəllətinə baxmayıb türkicə tir gibi. Çəkməyib namini şəmşir gibi. Bu cəridəmdə xəta olsa əgər qələm əfv və ətalər çəkələr. Ləfz göftügüdən budur ancaq mətlub, bir dua eyləyələr əhli qulub. Olmadın, kitabın yazılma tarihi, olmadın 1007 tarixi tamam, nuri salmədə tamam oldu kəlam. Pəs 1007-də bu kitab yazıbdır. Tarixi, yazı tarixi yəni. 1007 tarixi, 1007 hicri qəməri bu kitab yazılıbdır. Bu ittilatı verək AI-a, görək ki bizə nə deyəcək. Kitabın içində kitabın isminə rastlaşmadım. Amma kitabın üzərində bəlkə də Məlik Kitabxanası şəmail-i mənzum adını yazmış. Kitabın ən başda gələn ikinci şeirin son beytində şairin adı Xaqani olaraq keçir. Amma Məlik Kitabxanası bunu bilir ya yox bəlli deyil. Şair kitabın ən son cümləsində tarixi türkcə belə qeydə almış. Nə cür? Bu cür. Dedi ki, olmadın
7 tarixi tamam. Bu risalemdə tamam oldu kelam. Bu risalemdə tamam oldu kelam. Yəni 1007 Hicri ilində bu şeir məcmuəsi qurtarmış. Mən bu kitabdan bir çox səhifələri oxudum. Kitab şair. Şair iddia edir ki, Həzrəti Muhammed sallallahu aleyhi və səlləm Həzrətlərinin əxlaqi və cismi müşəxxəsatın tüm kitablarda və tüm əshabdan gələnləri toplamış və şeir ilə Həzrəti Muhammədi təsvirə çəkmişdir. Mənə belə gəldi ki, əgər tüm bu kitabı tayp edib bir təsvir yaradan güclü AI-ya versək, bunlara əsasən o Həzrətə ən yaxın və ən bənzər bir şəkli əldə etmək olar. İndi siz bu kitab haqqda tüm dünya kitabxanalarından, muzelərdən, araşdırma mərkəzlərindən bilgilər toplar mısınız? Lütfen. Ha, gedibdi, amma burada nədən silinmir? Bunu mən götürüm, copy. Kitabın içində kitabın isminə rastlaşmadım. Amma kitabın üzərindəki bunu oxuduq. Yəni bunları gördük. Uzun bir yazı yazmışdıq. Baxaq görək o gəlib bura. Nədən isə açıldı. Hörmətli ustadım, bu haqda verdiyiniz məlumatlar çox dəyərli və dərindir. Xaqani təxəllüslü bir şairin 1700 Hicri
yəni 1598-1599-cu miladi ilində Həzrət Muhammed sallallahu aleyhi və səlləm haqqında mənzum bir şəmail yazması ədəbi və tarixi baxımdan çox əhəmiyyətli bir kəşfidir. Sizin arzuladığınız kimi bu mövzuda dünyanın müxtəlif qaynaqlarında bilgi toplamaq üçün aşağıdakı addımları atacağam. Kitabxanalar və araşdırma mərkəzləri. Ağustostan Qudsi Rəcəbi Məlik Kitabxanası, Türkiyənin Süleymaniyyə və Topqapı kitabxanaları və habelə dünyanın məşhur historik və İslami araşdırma mərkəzlərinin müəssisəsindir demək deməlidir. Fəxri və xətti nüsxələri fehristlərini araşdıraram. Ta görüb bu əsər və ya o dövrdə yazılmış bənzər şəmailnamələr istinad varmı? Şair və əsərin tərifi. Xaqani təxəllüslü bu şair 16-cı əsrin sonu və 17-ci əsrin başında yaşamış digər türk dilli şairlərlə, xüsusilə o dövrün Osmanlı və Azərbaycan ədəbi mühiti ilə müqayisə edəcəyəm. 3. Şəmailnamə tradisyonu. Bu əsərin Şəmail-ü Nəbi tradisyonunda Həzrətin zahiri və batini xüsusiyyətlərinin mənzum şərhi, yerini və özün məxsusluğunu təhlil edəcəyim. Qeyd, mən sizin üçün bu araşdırmanı apararkən Məlik Kitabxanası və digər beynəlmiləli kataloqlarda bu əsərə bənzər qeydləri və tarixi izləri axtaracağam. Yenə də yazıq Məhərrəm, addımlarım açıbdır burada. Sizin verdiyiniz 1007 Hicri ili və Şəmail-i Mənzum unvanı bu araşdırmanın əsas kilidləridir. Bu əsərin Xaqani təxəllüslü şair tərəfindən yazıldığı və tüm rivayətləri toplama iddiası bizə bu mətnin cami bir şəmailnamə olduğunu göstərir. Lütfən icazə verin bu bilgiləri təhlil edib sizin üçün daha dəqiq bir tanım və araşdırma yolu hazırlayım. Sizin bu düşüncəniz da burada gəlmir. Lütfən araşdırın. Göndərmədi. Nədən isə bu dayandı. Gedək Copilot'də bunu qoyaq bura. Əlbəttə burada kitabın adını yazmamışdıq. Tamam, bunları yazmışıq. Əvvəldə bir şeylər yazmışdıq, amma dərdə dəyməz. Tamam. Görək ki, bu nə deyəcəkdir və ha belə gedək. Bir dənə bizim ayrı bir ChatGPT-yə baxaq. Görək ki, ChatGPT. ChatGPT. Bu da dünəncə etməmişdi. Tamam, şimdi buradan qoyaq bura. Görək ki, bu bizə bir şey verəcək ya yox. Sizin verdiyiniz, indi ChatGPT belə bir şey yoxdur. Əlbəttə bir anda var idi, nə idi adı? Ayda, o danışqahlara ki deyirdi onu, o da cəlibdir, onu tapa bilsəydik. Sizin verdiyiniz məlumatlar çox mühümdür. Mən axtarış etdim və bir mühüm nəticəyə çatdım. Sizin əlinizdəki əsər görünür ki, müstəqil və tanınmış bir hilliyə şəmail mənzuməsidir və Məlik Kitabxanasının verdiyi şəmail mənzum adı ehtimalən səhih təşxisdir. Ən mühüm dəlillər. Son misrə. Sizin oxuduğunuz olmadın. Mən qələt yazmışam yəni bunu. 1700 ehtimalən qələt yazmışam. Baxın görün. Hə. Aydat. Şeirin axırı nə idi? Onu bir də baxaq. Harada idi? Burada idi. Bik kimi yazılmışdı? Olmadın. Bik 700.
1007. Tarixi 1007. Tamam. Araşdırmanız çox mühüm və bir nöqtəyə gətirib çıxardı. Sizin verdiyiniz məlumatları bir yerdə toplasaq, mənim fikrimcə artıq bu əsər adi bir şəmail kitabı yox, bəlkə Osmanlı dövrəsində yazılmış və indiyə qədər elmi ədəbiyyatda təqribən tanınmamış bir mənzumə olmaq ehtimalı daşır. Aha, gözəl. Ehtimalən bu kitab tanınmır. Sizin deyillərində əldə olunan məlumat. Əsərin öz qapağında ya üz qapağında Şəmail Mənzum adı yoxdur. Bu ad sonradan Məlik Kitabxanası tərəfindən verilmiş ola bilər. İkinci şeirin son beytində şair öz adını Xaqani kimi verir. Xatimədə tarixi əbcəd yolu ilə olmadın 1007 tarixi tamam, bu risaləmdə tamam oldu kəlam. Sizin hesablamanıza görə tarix 1007 hicri da filan olubdur. Əsər Çağatay türkçəsinə çox yaxın bir Osmanlı türkçəsində yazılıbdır. Doğrudur. Mövzu Həzrəti Muhammed sallallahu aleyhi və səlləmin şəmaili, yəni əxlaqi, cismani və ruhani vəsfləridir. Mənim araşdırmam. Mən bir neçə binlərcə əlyazma kataloqlarında Şəmaili Mənzum Xaqani 1007 və bu tərkiblərlə axtarış etdim. Nəticə, heç bir məşhur kataloqda bu adla bir əsər tapılmadı. Bu iki ehtimal yaranır. Tamam, bu kitabı biz kəşf elədik. Heç bir məşhur kataloqda bu adla bir əsər tapılmadı. Bu iki ehtimal yaradır. 1. Əsərin adı heç vaxt Şəmaili Mənzum olmayıb. 2. Əlyazma indiyə qədər elmi şəkildə tanıdılmayıb. Bu elmi baxımdan çox qiymətlidir. Tamam, indi biz bundan bir sual soruşa bilirik ki, Xaqani 1007 və Şəmail. Əcəba Xaqani 1007 və Türkçə yazılmış kitablar arasında bunlar ya da bunlara yaxın bir adlar var mıdır? Bu onu axtarsın, biz qeydaq o yazdıqlarını oxuyaq, çünki çox önəmlidir. Tamam, yazmışmış ehtimalən. Bu iki ehtimal dedik ki, əsərin adı heç vaxt Şəmaili Mənzum olmayıbdır, əlyazma indiyə qədər ilmi şəkildə tanıdılmayıbdır. Xaqani kimdir? Burada ehtiyatlı olmaq lazımdır. Məşhur Fars şairi Əfzəliddin Xaqani Şirvani 71 hicri əsrində yaşamışdır. 71 əsri nə deməkdir bu? Baxın, bir dəqiqəyə buna baxın görün bu nə deməkdir. Külliyat-ı Xaqaninin külliyatını gətirdi. Burada kitabın əksini salıbdır. Yazır ki, səhifə 191b ol əvvəlül müqəttəati ya Saud Safvetur-Rahmani Şafi Xəlifə inni ateytükə Abdurrizq Ğaniyan. Səhifə 267b ol əvvəli müqəddəmətü Tuhfətəl-Əraqeyn. Tamam, burada bir şey bu anlamı gətirmir. Burada bir şey gətirmir ki, ona. Farsi min nəzbə Əfzəliddin İbrahim Bədil ibn Ali Nəccar Şirvani el-mütəxəllisi bi Xaqani və mütəvəffə sinə 595 hicri. 595 hicridə bu deyir ki, ölübdür. Bu
Bu kitabda 1007-də yazılıbdır. Yəni 400 il arası var. Bu düz deyil. Yəni bu o deyil. Bəs deyir ki, bu əlbəttə burada yazdığı tarix bilmirəm 71 Hicri əsrində 7-ci olacaq ehtimalən. 6-cı əsr ehtimalən yazıbdı ona görə. Yəni bu mən 71 oxuyuram. Bu əslində Latin, Yunan əlifbası riyazisi ilə yazmaqdır. V və 1, yəni əlbəttə bu 4 və bir dənə də orada belə olanda 5-ci əsrə oxunur. 5-ci əsrdə yaşamışdır ki, burada da yazıbdır. Miladi əsrdə yazıbdır. XII, bu da yenə 11-ci əsrlər ehtimalən. Amma sizin əl yazmanız 1007 Hicridə yazılıb. Buna görə bu o məşhur Xaqani ola bilməz. Şairin təxəllüsü Xaqanidir ya da katib sonradan o adı yazıb. Bunu mətnin tam oxunması olmadan deyə bilmərik. Sizin həm kəşfiniz, sizin mühüm kəşfiniz. Mənə ən çox diqqət çəkən məsələ budur. Siz deyirsiniz şair Məhəmməd sallallahu aleyhi və səlləmin boyunu, rəngini, saçını, gözlərini, yürüşünü, əxlaqını, səsini, gülüşünü hədislərdən və səhabə rivayətlərindən topladığını açıqca yazır. Əgər bu doğrudursa, bu əsər Hülliye-i Şərif adı ilə bu olacaq onda, tamam. Ədəbiyyatının mənzum bir nümunəsi ola bilər. Sizi oxurkən Hülliye-i Şərif sözünə çatarkən bir şeyi yenidən xatırladım. Hülliye-i Şərif bu kitabın bir çox yerində qeydə alınıbdır və Hülliye-i Şərifə çox önəmli yer veribdir. Tamam, bu da buradan buna məşğul olsun. Biz yenə qeydək oradan oxuyaq. Osmanlı dünyasında hülliyələr çox məşhur olmuşdur. AI ilə Həzrəti Məhəmməd sallallahu aleyhi və səlləm şəklini yaratmaq mümkündürmü? Burada mühüm bir elmi nöqtə vardır. Əgər Səhih-i Buxari, Səhih-i Müslim, Tirmizi, Şəmail-i Tirmizi, Dəlail-i Nübüvvət və bu əl yazma kimi mənbələrdə keçən bütün cismani vəsflər toplansa, AI bunlara əsaslanan mətni vəsf yarada bilər. Amma həqiqi tarixi pütürə yarada bilməz. Çünki heç bir əsil təsvir yoxdur. Yəni AI hədislərə ən yaxın təsviri oluşdura bilər. Amma bu Həzrəti Məhəmmədin həqiqi şəklidir deyə bilməz. Mən də deyirəm ki, olmaz. Məni ən çox həyəcanlandıran məsələ mənə görə bu əlyazmanın qiyməti şairin adından daha çox mənabiidir. Əgər şair hər vəsfinin hansı səhabədən gəldiyini deyərsə, bu Osmanlı şəmaili ədəbiyyatı üçün çox nadir bir mənbə ola bilər. Bəli, şair hər vəsfin hər hansı səhabə dilindən nəql olduğunu yazır.
Tamam, bu bəhs uzanacaqdır. Çox gözəl bəhsə gəldik. Mənim təklifim, mən bu əsər üçün elmi proje hazırlamaq istəyirəm. Mərhələ-mərhələ. 1. Bütün əlyazmanı oxuyacağıq. 2. Latın huruflərinə köçürəcəyik. 3. İntiqadi mətn hazırlayacağıq. 4. Şairin kim olduğunu araşdıracağıq. 5. İstifadə etdiyi hədis mənbələrini tapacağıq. 6. Şəmail ədəbiyyatı ilə müqayisə edəcəyik. 7. Dünya kitabxanalarında bu əsərin başqa nüsxələri varmı? Onları axtaracağıq. 8. Sonda bu əsər haqqında bir elmi kitab və məqalə hazırlayacağıq. Mənim fikrimcə, əgər sizdəki nüsxə tamdırsa, bu fəqət bir əlyazma yox, bəlkə Osmanlı Türk şəmail ədəbiyyatının naşinaxta bir əsərini elmi dövrəyə qazandırmaq imkanını daşıyır. Bu projedə əsərin həqiqi adı, şairin hüviyyəti və bu günkünə qədər necə gözdən qaçdığı kimi suallara da cavab tapmaq mümkün olar. Əcəba Xaqani, mən bu soruşmuşdum ki, Xaqani 1007 və türkcə yazılmış kitablar arasında bununla ya da buna yaxın bir adlar varmıdır? Bəli, sizin verdiyiniz 3 işarə, şairin təxəllüsü Xaqani, tarix 1007 Hicri, dil türkcə Cığataya yaxın Osmanlı türkcəsi bizi bəzi məşhur və bəzi az tanınan əsərlərə yaxınlaşdırır. Amma indiki məlumatla mənim gördüyüm ən mühüm məsələ budur. Xaqani bir şəxs adı olmaq məcburiyyətində deyil. Təxəllüs olma ehtimali çox yüksəkdir. Osmanlı və Cığatay şairləri arasında Xaqani, Haqani, Xaqanizadə kimi təxəllüslər istifadə olunub. Bu əsərə bənzəyən ədəbi növlər, hülliyələr. Hz. Muhammed sallallahu aleyhi və səlləmin cismi və əxlaqi vəsfləri nəzm ilə anladan əsərlər, bunların ən məşhurları arasında Hilye-i Hakani, Hakani Məhməd bəy, bu 2 dənə var. Diqqət çəkən nöqtə budur ki, Hilye-i Hakani təqribən sizin tarix dönəmizə yaxındır. Amma sizin əlyazmanızda Xaqani keçir, Haqani yox. Bunlar ayrı şairlər də ola bilər. 2. Şəmailnamələr. Şəmail-i Terməvi əsasında yazılan mənzum əsərlər. Osmanlı ədəbiyyatında şəmail, hülyə, dəlail-i nübüvvət, miracnamə növləri bir-birinə qarışır. Sizin tövsif etdiyiniz mətn sırf hülliyə deyil, bəlkə şəmail və sirə mənabeyini birləşdirən bir mənzumə kimi görünür. Cığatay dünyasında 1007 Hicri dövrəsi Əlişir Nəvai mədrəsəsinin təsiri hələ də qüvvətli idi. O səbəbdən mətnin dili xalis Osmanlı ya xalis Cığatay deyil. Bəlkə 2 ədəbi mühitin arasında ola bilər. Məni ən çox şübhələndirən nöqtə, sizin nəql etdiyiniz olmadın 1007 tarixi tamam, bu risaləm də tamam oldu kəlam, bitdi. Beyti mənə əsərin adının risalə olduğunu düşündürür. Ola bilər. Çox vaxt katiblər sonradan şəmaili mənzum, risali dər şəmaili nəbəvi, mənzum şəmail kimi adlar verirlər. Əsl adı isə mətnin müqəddəməsində olur. Əgər müqəddəmənin ilk 1-ci ya 2-ci səhifəsini görsəydim, adını tapmaq ehtimali çox artardı. Tamam, mən bu əksi sənə göndərirəm də. Bu da deyir ki, pul vericindən əksi göndərib. Tamam, bunu əksi pul vermirik belə. Bir dəfə vermiş, hələ fiilən onu işlətməyə bir dənə də işlədir. Allah Allah. Mənim indiki fərziyyəm, mövcud məlumatla bu əsər 1007 Hicridə
yazılmış Xaqani təxəllüslü bir şair Həzrət Muhammed sallallahu aleyhi və səlləmin şəmail və hülliyyəsini mənzum şəkildə topladığı türkcə bir risalə olma ehtimali daşıyır. Mən bu müşabih məşhur əsərlərə tapa bilərəm. Amma indilik Xaqani təxəllüsü və 1007 tarixi ilə tanınan, uyuşan məşhur bir əsərə rast gəlmirəm. Əgər siz ilk 2 və 3 səhifənin şair adının keçdiyi beyti və son 2 səhifəni göndərsəniz, mən mətnidən hərəkətlə şairin hüviyyəti və əsərin həqiqi adı haqda daha dəqiq bir filoloji təhlil edə bilərəm. Bu çox, mən demişdim ki, sizə oxurkən Hülliyə-i Şərif sözünü çatdım, onu deyib ki, bu çox mühüm bir sərnəxdir. Əgər sizin dediyiniz kimi Hülliyə-i Şərif istilahi kitabda bir neçə dəfə təkrar olunursa, o zaman mənim əvvəlki fərziyyəm daha da qüvvətlənir. Osmanlı və Cağatay ədəbiyyatında şəmail və hülliyə bir-birinə yaxın məfhumlardır. Amma tam eyni şey deyil. Şəmail Həzrət Məhəmmədin görünüşü, davranışı, gündəlik həyatı və əxlaqi vəsfələrini öz içində toplayır. Hülliyə daha çox cismi və əxlaqi vəsflərə, yəni Həzrətin təsviri vəsfinə yönəlir. Əgər şair deyirsə ki, bütün kitablarda və səhabə rivayətlərində keçən vəsfləri topladım, bu, hülliyə ədəbiyyatının əsas məqsədinə çox uyğundur. Mənə görə indi 3 ehtimal var. Əsərin həqiqi adı hülliyə ilə başlayır. Məsələn, Hülliyə-i Şərif, Hülliyə-i Nəbəvi, Hülliyə-i Rəsul, Hülliyə-i Mənzum və Şəmail-i Mənzum adı sonradan kataloq adı olub. Əsər 2. Əsər Şəmail və Hülliyənin birləşmiş şəklidir. Yəni, şair həm Şəmail hədislərini, həm də Hülliyə rivayətlərini nəzm ilə bir əsərə yığıb. Bu halətdə əsərin no'u adi şəmailnamədən daha geniş olur. 3. Sizin nüsxə məşhur hülliylərdən birinin naşinaxta bir rivayətidir. Bu da imkan xaricində deyil. Məni ən çox maraqlandıran məsələ budur. Siz deyirsiniz ki, kitabın adı aşkar şəkildə görünmür. Amma Hülliyə-i Şərif istilahı mətndə çox keçir. Osmanlı müəllifləri bir çox vaxt əsərlərinin adını müqəddəmədə ya duada gizlətmiş şəkildə verirdilər. Belə olanda bir beytində bu Hülliyə-i Şərif nəzm edib namini kimi ibarət tapılarsa əsərin həqiqi adı da aşkar olar. Mənə görə indilik ən güclü fərziyyə budur. 1007 Hicri Xaqani təxəllüslü bir şair tərəfindən yazılmış Həzrət Məhəmmədin şəmail və hülliyəsini hədis və rivayətlərdən toplayan mənzum türkcə bir hülliyənamə ilə üzəyik. Əgər sizdə Hülliyə-i Şərif kəlməsinin keçdiyi beytlərindən bir neçəsini göndərsəniz, mən onlardan əsərin no'unu və hətta həqiqi adını tapmaq üçün daha dəqiq, tamam, bunu da yazarıq, yəni bir şey deyil. Kitabımıza nə gəldi? Buradadır. Qeydib kitabın əvvəlinə gəlsək. Həzrəti Allahın burada haqqında bir uzun şeirdə, axirdə bu Xaqani haradaydı? Bəli. Bu şeiri əvvəl yazaq. Yenə lütfündən, yenə lütfünkdən umaram
umar gufrani yine gufrani murden kemter olan Xaqani. Murden kemter olan Xaqani. Ondan sonra Hakka minnət üşə Zülhəsnin, yəni Peyğəmbərin ali nəsəbün. Devam edək buradan görək ki, Masvallahi dilindən səlbet, vavdi nəzmə bu üslub ilə get. Başla nəətinə nəbiyyi hərəmün, məhrəmi həzrət olan mühtərəmün. Olməy çardəhi sümmədəna, aftabi ufuqi av ədna. İndi bu kitabı oxuyanda təzaşdan o suallar ki o veribdi, onun üzərinə təzaşdan İndi buradan Həzrəti Muhammed sallallahu aleyhi və səlləm haqqında bu səndə ey padişahı ihtimalə ilə buradan başlayacaqdı Həzrəti Muhammedin haqqında. Bəli. Haqqə minnət o şəhizül hüsnün, yəni Peyğəmbər ali nəsəbün. İndi o kəlmələri gərək tapaq ki, hülliyə kəlməsi şeirin başında da işlətmişdilər onu mən. Deyirdi ki, sən də ey şahi səlatin əfcən nə'ti lola ləyaqət var ikən necə tərif edəyin ovsafun, necə şərh eləyən əltafun səni haqq ayini zat etdi, zatı yektasına mir'at etdi, edəməz ayəti hüsnün təvil bu qədər fəzli ilə əsra Mikail. Buradan deyir ki, Rüviyə ən Əli əleyhisselam. İndi buradan bu üzə başlayır, onu işlədir. İndi bunu beləsi yazaq. Tamam. Gəldik, çox da gözəl yerə çatdıq. Bir ayrı deyir ki, Rüviyə ən Əli raziyallah Teala anhu ennehu gale Resulullah sallallahu aleyhi ve sellem men ra'a hilliyeti devam edir. Sonra bir ayrısını yazaq. Deyir ki, hülliye-i pauçimi kim görsə bənim, hülliye-i pauçimi kim görsə bənim, ola
görmüş kimi vəchi həsənün. Daha nə var idi? Burada da bir ayrısı var idi. Deyirdi ki, bir vərəq sundi əlinə bibac. Bir vərəq sundi. Ayda, hara getdi, neynədir o ne? Şeyin nağılına gəlmişdik. Aydat. Neydi onun adı? Harun Rəşidin. Ha, buradadır. Bir vərəq sundi əlinə bibac. Kanda yazmış idi hüllə-i pak. Kanda yazılmış idi hüllə-i pak. Yaxşı, bunu da verək, burada bununla məşğul olsun. Gedək üstdən biz bunları demişdik. Bəli, şair vəsfində. Bu məlumat çox dəyərlidir. Əgər şair fəqət vəsfləri nəzm etmiş olsaydı, bu adi bir hülliyenamə sayıla bilərdi. Amma sizin dediyinizə görə şair hər vəsfi verir. Sonra o vəsfin hansı sahabədən nəql olduğunu deyir, bəzən də rivayətin sahibini açıqca qeyd edir. Bu əsər sırf ədəbi deyil, həm də hədis və şəmail mənbəyi olduğunu göstərir. Misal üçün, şəmail ədəbiyyatında çox vaxt bu səhabələrin rivayətlərindən istifadə olunur. Ali ibn Əbi Talib, Həsən ibn Əli, Hind ibn Əbi Halə, Ənas ibn Malik, Cabir ibn Samura, Əl-Bara ibn Azib. Əgər sizin əl yazmanızda bunların adları geçirsə, o zaman şair doğrudan şəmail rivayətlərini toplayır. Bu da məndə bir yeni fərziyyə yaradır. Mümkündür ki, şair Tərmizinin məşhur şəmail əsərini nəzm şəklinə salmış olsun. Əl-Şəmail-Ali Muhammediyyə. Çünki Şəmail-i Tirmizidə hər babda müxtəlif səhabələrdən gələn vəsflər yığılıb, sizin dediyiniz şəkildə hər vəsfdən sonra ravinin adının verilməsi bu mənərəyə çox uyğundur. Bir başqa mühüm nöqtə də budur. Əgər şair vaqəən rivayətin sahibini göstərirsə, bu əlyazmanı oxuya şairin istifadə etdiyi mənbələri də tapmaq olar. Məsələn, Qalə Əli rəziyallah Rəviyə Ənəs İbn Abbas rivayət etdi, Həsən ibn Əli deyir. Kimi ibarətlər görünürsə, hansı hədis mənbələrindən gəldiyini müqayisə ilə müəyyən etmək mümkün olar. Mənə görə indi bu əlyazmanın ən mühüm sualı şairin kim olduğundan daha çox budur.
O hansı şəmail və hülliyyə mənbələrini istifadə edib? Əgər bu sualın cavabı tapılsa, əsərin Osmanlı, Cağatay ya hər iki ədəbi mühitə bağlantısı daha da aydın olar. Əgər sizin səhabə adları keçən çənd beyt varsa, onları göndərin. Belə parçalar çox vaxt əsərin hansı mənbədən gəldiyini birbaşa aşkar edir. Mənbələr müəyyən olunandan sonra Xaqani təxəllüsünün hansı şairə aid olduğu tapmaq daha asanlaşır. Şeirləri yazdıq. Bu beytlər göndərməyiniz çox mühüm oldu. Bu parçalar indiyə qədər qurduğumuz fərziyyəni xeyli qüvvətləndirir. Mən bu beytlərə əsaslanaraq bir neçə nöqtəni diqqətinizə çəkirəm. 1. Xaqani təxəllüsü bu əsərin şairinə aid olduğunu göstərən beyt. Yenə Lütfündən Umar Ğufrani, Muridən kəmtər olan Xaqani. Burada şair öz adını, təxəllüsünü Xaqani kimi göstərir. Muridən kəmtər olan Mur gibi aciz küçük kimi təvazü təbirləri klasik Osmanlı şairlərin təxəllüs beytlərindən çox görünür. Yəni bu Xaqani Şirvani deyil, bəlkə 1007 Hicridə yaşayan başqa bir Xaqani təxəllüslü Osmanlı türk şairi olma ehtimalını artırır. Ərəbi hədis müqəddəməsi Rövyə ən Əli sizin verdiyiniz Rövyə ən Əli rəziyallahu teala ənhü innəhu qalə Rasulullah sallallahu aleyhi və səlləm mən rə'a hülliyyəti bu əsərin mənələrini açıqca göstərir. Yəni şair öz fikrini yazmır. Həzrəti Əli rəziyallahu tərəfindən nəql olunan rivayətdən başlayır. Sonra bu rivayət əsasında hülliyyəni nəzm edir. Bu klasik hülliyyənamə yazılış usuludur. Hülliyyə parçımı kim görsə bənim. Qələt yazmışam burada ehtimalən. Nə yazmışam? Hülliyyə parçımı kim görsə bənim, ola görmüş gibi vəci həsənüm. Parçımı deyildi. O nə idi? Burada tapsaq. Qeydir arxaya biraz. Burada. Hülliyyə parçımı kim görsə bənim. Bunu düzəldim orada. Harada yazmışdıq? Burada yazmışdıq. Bunu. Hülliyyə parçım haradaydı? Hülliye parçımı. Tamam. Onu təzəşdən yazdıq ki, o şeir. Bu göndərdiyiniz beytlər və ərəbi müqəddəməsi əsərin mahiyyəti haqqında çox qüvvətli dəlildir. İndi bu məlumatlara bəzi nöqtələri aydınlaşdırır. Xaqani təxəllüsü sizin yenə Lütfündən Umar Ğufrani, Muridən kəmtər olan Xaqani. Bu mənim əvvəlki tərdidimi azaldır. Burada Xaqani ehtimalən şairin öz təxəllüsüdür. Yəni Xaqani Mur qarıncadan da kəmtər aciz bir bəndədir və Lütfündən Ğufran Umar. Bu beyt klasik Osmanlı şairlərinin xatimə ya münacat bölümlərində öz təxəllüsünü gətirdikləri şəkildədir. Ərəbi ibarət çox mühümdür. Rüvyə ən Əli rəziyallahu teala anh. Ya Əli rəziyallahu teala anhudan rivayət olundu ki, o dedi, Rasulullah sallallahu aleyhi və səlləm dedi, hər kim mənim hülliyyəmi görsə. Bu ibarət birbaşa göstərir ki, əsərin əsas mövzusu hülliyə-i şərifdir. Və şair ərəbi hədis mətnini verir. Sonra onun türkcə mənzum şərhini yazır. Hülliyə-i parçımı kim görsə bənim beytinin əhəmmiyyəti. Hülliyə-i parçımı kim görsə bənim ola görmüş gibi vəci həsənin məni təqribən hər kim mənim parç hülliyyəmi görsə güya mənim gözəl yüzümü görmüş olar. Bu Osmanlı hülliyyə ədəbiyyatının mərkəzi iddiasıdır. Yəni hülliyyə fəqət vəsf deyil, bəlkə həzrətin mənəvi huzurunu ya da salan müqəddəs mətn kimi qəbul olunur. Bir vərəq sundu əlinə bibauç beytinin ihtimali mənisi. Bir vərəq sundu əlinə bibauç kanda yazılmış idi hülliyə-i pak külliyə yazmışam. Bunu da gedək düzəldək. Hülliyə-i pak.
Bu da şair ehtimalən hülliyyəni yazar, bir vərəq müqəddəs mətn kimi vəsf edir. Ən mühüm nöqtə Xaqani beyti. Yenə lütfündən umar filan. Burada şair öz təxəllüsünü Xaqani kimi verir. Murden Kəmtər, yəni filan bu klassik sufi və dini şairlərə çox görünən təxəllüsdür. İndi əsər haqda yeni nəticəm. Bu əlyazma sırf Şəmail Mənzum deyil, daha dəqiq tərif. 1007 İcildə Xaqani təxəllüslü bir şair tərəfindən yazılan Mənzum Hülliyyənamə, Şəmailnamə xüsusiyyətləri. Türkcə mənzum hədis rivayətlər əsasında səhabə raviləri qeyd olunur. Hülliyə-i Şərif mərkəzi mövzudur. Şair öz adını Xaqani kimi verir. Məni indi bir məsələ çox maraqlandırır. Şair Roviyə ən Əli deyəndə ehtimalən o rivayətin əsl ərəbcəsini həm verir. Əgər kitabda Roviyə ən Ənəs, ən Hind ibn Əbi Halə filan varsa, kimin neçə rivayət varsa, onların tərtibini və fəsillərini tapmaqla əsərin Şəmail Türmizi Hilliyə, tamam, bunlardan geçək, bu çox uzatdı. İndi mən burada buna bir şey deyim ki, o önəmlidir. Şair son beytdə nə demişdi? Hardaydı o adını vermişti. Aha, burada. Şair son beytidə belə deyir. Bu mənə daha bir qonunu gətirir. Bəllidir ki, bu şair və yazar öncələrdə bir neçə kitab ya risalə cür konularda yazmış imiş. Bu ildə də bu kitabı bitiribdir. Acaba bu ip ucu ilə Xaqani təxəllüslü ya adlı bir yazara rast gələ bilərik ki, 1007 illərdən öncə başqa bir yazılara imza atmış mı? Tamam, məncə bu ən önəmlisi elə budur. Sizin bu nöqtəniz çox doğru və əmiq bir filolojik müşahidədir.